Bugünkü qonağımız, studiyamızın qonağı Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. Tahir müəllimlə biz ölkə və dünya gündəminə diqqət yetirəcəyik. Əsasən də bildiyimiz kimi Tahir müəllim Vəhdət Partiyasının sədridir. Partiyada nə kimi işlər gedir? Ümumiyyətlə, hər hansı bir yeniliklər gözlənilirmi? Və mediada da belə xəbərlər yayılıb ki, Tahir müəllimin partiyası, Vəhdət Partiyası qurultaya hazırlaşır. Bütün bunun nə qədər əsası var? Digər gündəm olan məsələlər də var. Odur ki, diqqətiniz bizdə olsun və sizdən bir xahiş həm də kanalımıza abunə olmağı unutmayın. Abunə olun, bizi izləyin. Suallarınız varsa canlı verə bilərsiniz. Tahir müəllim o sualları cavablandıracaq. Tahir müəllim, xoş gördük sizi. Xoş görüşmüşük. Tahir müəllim, Vəhdət Partiyasında nə var, nə yox? İşlər necə gedir? Yəni hədəfləriniz nədir? Nə kimi yeniliklər gözlənilir? Bildiyim qədərindən həm də siz qurultaya hazırlaşırsınız. Bəli, təşəkkür edirəm. Bu ayın 17-sində Baş Məclisin iclası oldu və iyun ayının 14-nə biz növbədənkənar qurultay təyin elədik. Növbədənkənar qurultayda təşkilati məsələlərə baxılacaq və yeni siyasi partiyalar haqqında qanuna müvafiq olaraq yeni nizamnaməmiz təsdiq olunub. Orada bir sıra fərqlər var. Misal, indi Baş Məclisin üzvlərini qurultay təsdiq edir. Struktur dəyişikliyi edəcəksiniz? Bəli, struktur və kadr dəyişikliklərinə baxacağıq. Ona görə növbədən kənardır. İndi ciddi hazırlaşırıq. Təşkilat Komitəsinin sədri kimi məşğulam. Bugün də iclas keçirmişik. Hazırlıq işləri olur da indi bu ilə bağlı. Hər hansı bir yenilik gözlənilirmi? Yəni o dediniz, struktur dəyişikliyi olacaq, kadr dəyişikliyi olacaq. Nə yeniliklər ola bilər? Elə bizim kanalımızdan bunu elan etsəz çox yaxşı olar. Təşəkkür edirəm. Bilirsiniz Bəturə xanım, etiraf eləmək lazımdır ki, Yeni Azərbaycan Partiyası çıxmaq şərti ilə bütün partiyalarda son 10 illərdə aşınma getdi. Yəni bütün partiyalarda zəifləmə getdi. Yəni gənclər, qadınlar nəticə zəif gəlir bütün partiyalar. Nədir səbəb sizcə? Bir əvvəl oldu ki, o vaxt proporsional seçkilər vardı. Yəni partiyaların adı gedirdi, özü belə təqdim olunurdu. O ləğv olunandan sonra artıq indi majoritar qayda qaldı. İnsanlar fərdi mübarizəyə üstünlük verdilər. Fərdi qayda deputat seçilsinlər, bələdiyyə üzvü olsunlar. Yəni partiyalarda bu biraz apolitik, yəni siyasiləşmə prosesi getdi, belə deyək. Öz dilimizdə biraz çətindir. Yəni bütün bu öz ağuşunu aldı. Ondan sonra da bilirsinizmi, ümumiyyətlə 93-cü ildən sonra, hakimiyyət dəyişikliyindən sonra və əski müsavatın dövründə zamanından qalan müsavat ki, Xalq Cəbhəsindən ən əsas, yəni Xalq Hərəkatı dövründə və Xalq Cəbhəsinin hakimiyyəti dövründə formalaşmışdı Müsavat Partiyası. O zaman AXCP yox idi. O özün, yəni o baza əsasında özünü qoruyub saxlaya bildi. Yəni ideoloji əsas və AXCP-nin demək olar ki, yarısını götürmüşdü özünə. Eyni zamanda AXC-dən də yaranmış AXCP sonralar yarandı. Digər partiyalar ki, bir qədər elə bil ki, hamısı yeni yarandı, belə deyək. Və ona görə də bu getdikcə dəfələrlə müxalifətin belə deyək, hakimiyyətə can atması uğurlu olmadı. İstər bunu kütləvi hərəkatlar vasitəsilə olsun, istər seçkilər vasitəsilə. Getdikcə insanlar, o aktiv insanlar, fəal insanlar ki, xalq hərəkatında qoşulmuşdular müstəqillik üçün, demokratiya üçün. Da onlar üçün bir növ aktuallığını itirdi, yaş da keçdi, zaman keçdi. Gənclərin isə marağı olmadı, partiyaya gəlsin, eləsinlər. O nöqteyi nəzərdən mən də çalışıram ki, Vəhdət Partiyası müəyyən qədər gəncləşsin. Artıq biz axı kimlərsə yerimizi tutmalıdır. O ağrıdır bizi ki, gənclər niyə az gəlir? İndi müəyyən metodologiya hazırlayır ki, xanımlar, qadınlar və gənclər güclənsin, rəhbərlikdə də güclənsin. O nöqteyi nəzərdən mən də istəyirəm ki, sədr artıq gənc olsun. Maraqlı burasındadır ki, gəncləşmə deyilir. Gəncləşmə hansı qaydada olmalıdır? O təbii prosesdir. O proses məcburi yox. Yəni o zaman-zaman mərhələ-mərhələ olmalıdır. Məsələn, çox təcrübəsiz bir gənc gələ bilər və o partiyanı demək olar ki, axırına çıxar. Amma burada Vəhdət Partiyasının kifayət qədər ömrü olan partiyadır, kifayət qədər gücü olan partiyadır. Yəni etimad etdiyiniz bir nəfər varmı? Ümumiyyətlə varmı partiyada belə adamlar? Bilirsiniz, o zaman biz xalq hərəkatından aralananda Bakı və Kəndlər Birliyinin əsasında yaratdıq Vəhdət Partiyasını.
94-cü ildə təşkilat komitəsi yaratdıq, 95-də qurultay keçirdik. Sonra deyək ki, Leyla Yunusun sədrliyi ilə deməli Müstəqil Demokrat Partiya bizə birləşdi, Məhəmməd Hatəminin partiyası birləşdi, Xalq Azadlıq Partiyası, Azərbaycan bütövlüyündə Mübarizə Partiyası və biz birləşdik, vəhdət, yəni doğrudan çox böyümüşdük. O deyək ki, 98-ci ildə yəni 95-ci ildə artıq qurultayımız olub, elan olunub 30 illiyimizdir. Amma 98-də rəsmi qeydiyyatdan keçdik. İndi o zamandan bura xeyli müddət keçdi və mən sizdən nə gizliyim, partiyanın içərisində bir çoxtirəlik yarandı. Məni görməyənlər də var idi. İndi çox o alınmadı. Ona görə xeyli ayrılanmalar, qopmalar da oldu bizdən. Qopmalar oldu. O indiki vəziyyətdə belə, amma mən sağlam gənclik var, içərimizdə var. Bir də ki, biz hara gedirik? Mən partiyadan getmirəm ki. Misal orada hansısa bir daha bir sədrə kömək eləyə biləcək, misal deyək ki, baş məclisdə təmsil oluna bilərəm, digər strukturlarda və kömək eləyəcəyik. Çünki biz gecəmiz, gündüzümüz olmayıb. Biz Respublikanın, misal Vəhdət Partiyasını yaradanda dağda, daşda, çöldə, nə bilim mən, üzümlüklərdə nələr əziyyət çəkməmişik, nə zülmlər qurmamışıq. İndi çox bu qədər əziyyət çəkib qurduğumuz partiya mən yaşamağını istəyirəm. Ona görə mən şəxsi vəzifəmi qurban verməliyəm. Mən belə düşünürəm. Mən mütləq verməliyəm ki, gənc adam gəlsin, ona baxsın, nümunə götürsün. O gənclər görsün ki, qabağında biz onların kəsməmişik. Dayaq dururuq ki, irəli getsinlər.